Qısa konkret, yəni həftəlik proqnozu verim. Bugün ayın 15-idir. Diqqətlə fikir verin, ümumiyyətlə ümumi tendensiya euro dollarda, hələ ki euro dollardan danışırıq. Yəni bəzi rolika baxanlar bizə deyib ki, müraciət edib ki, yəni başqa bir cütlüyə də, inşallah başqa cütlüyə proqnozları verərik, həftəlik və günlük. Diqqətlə baxın, ümumi tendensiya aşağıda trend xətti ilə bir də sizə nəzər çatdırım. Yəni ümumi tendensiya maksimum nöqtəsini bir də ki, tən olanın ortasında olan 0-cı xətti təyin edir. İkinci qrafikə nəzər salaq, zəhmət olmasın. İkinci qrafikdə diqqətlə fikir verin, bu stokastiklə MACD-nin sintezində burada da öz əksini tapır, yəni siqnalları çox dəqiq verir, parametrlər özü çox gözəldir. Üçüncü qrafikə nəzər salaq. Fibonacci sistemi əsasında bu gündəlik qrafikdə fikir verin. Yəni bizdə, dediyim kimi, biz elə bu 3-cü həftədir ki, bu aşağı gəlir. Təbii ki, bizdə böyük zaman intervalında, deyək ki, 100 aşağıda dururdu. Amma elə insanlar var ki, bilmir, yüzü yuxarı, yüzü aşağı qoymaq lazımdır. Yəni, bunu mən sizə izah etmişəm. Təbii ki, belə formada yüzü hər zaman aşağı qoymaq lazımdır. Və hal-hazırda da bir çox traderlər bu xətti bilmir, 80-ci xətti bilmir, yəni təyin eləmək. Nəzər çatdırım ki, baxanlar bilsinlər ki, ümumiyyətlə belə bir halda ən böyük qazanc 61.8 ilə 100 arasındadır. Bunun da tən ortasında təhlükəli bir xətt var. 80-ci xəttdə heç vaxt unutmayın. Növbəti qrafikə buraq. Növbəti qrafikdə diqqətlə fikir verin. Yəni, fraktlar nəzəriyyəsində əsasən bir şey dəfələrlə təkrar olunur. Diqqətlə baxın burada. Əvvəl belə bir üçbucaq yaranır. Sonra kiçik üçbucaq, ümumiyyətlə böyük zaman intervalında həftəlik qrafika. Yekə bir üçbucaq yaranır. Əvvəl yazılarsa bu üçbucaq vardır. Dedim ki, bu enən üçbucaqdır. Təbii ki, enən üçbucaq qiymət daxil olursa, bir, deyək ki, supportu, belə deyil, 2 supportu, 2 rezistansı, 1 supportu var. Yəni, supportu qırandan sonra gəlir, əsas, deyək ki, support nöqtəsində, diqqətlə fikir, böyük zaman intervalını vuranda bu, nədir? Yəni, enən üçbucaq, yekə bir enən üçbucaq yaranır. Hələ ki, qiymətin aşağı gəlmə ehtimalı daha böyükdür. Diqqətinizə görə təşəkkür edirik.